Turizm sahəsi VUF 13-ün keçirilməsinə tam hazırdır. Bunu Dövlət Turizm Agentliyi sədrinin müavini Kənan Quluzadə VUF 13-ə hazırlıq işlərinə dair media brifinqində deyib. Tədbirdə bu zamana qədər görülən işlər barədə də danışılıb və VUF 13 konfransında iştirak edəcək qonaqların otel rezervasiyalarını rahat şəkildə həyata keçirməsi üçün mərkəzi rezervasiya platforması da yaradılıb. Biz bu prosesə deməli, təxminən 100-dən çox ateli Bakı və Abşeronda cəlb etmişik, kommunikasiya qurmuşuq və artıq 60-dan çox atel beynəlxalq platformalarda, müvafiq platformada deməli, yerləşdirmək üçün satış həyata keçirilir. Qeyd edim ki, Bakı şəhərində sertifikatlaşmış, yəni bu sertifikat almış 206 atel fəaliyyət göstərir. Xüsusi şərait yaradılır, media fəaliyyəti üçün həm yerli. Hal-hazırda platformamızda 68 atel databazada formalaşır. Bu da 4000 otaq sayı deməkdir. Bu qeyd olunan atellərlə Turizm Agentliyinin dəstəyi və iştirakı ilə atellərlə, atel rəsmiləri ilə görüşlər olub. Onlara tədbirin əhəmiyyəti, konsepti haqqında ümumi məlumat verilir.